Bilir. Günücü yiyirler. Yedi tane uzun kulak. Uzun kulak. Karıya bakara çıktı. Elə yeyirlər. Ancaq yeməklə məşğuldular. Aç oranı çəkək. Sen belə dur, mən rahat ol. Sen bu tərəfə keç. Hara gəldin? Bizi çəkə deyil, hara gedirsən? Bibitoların necədir balam? Necədir bibitolar? Bunlar nədir? Bunu xoşlamadın. Buna bax, bala ipi gətirib deyə atmışam dovşanın yanına. Mən ip axtarıram. Ay, deyəsən bu nanəniz adı bu xoşlamadı ye. Baxım onun balalarına. Əlimə keçəni tökürəm ki, yesin. Bibitoları yekəlsin. Neçəsi var, baxaq görək. Uy, minnoş. El-elə hamısı doysun, ha? Bu niyə belə balaca qalıb, ha? Baxım görün, bu totuş. Ən yekə bu qara totuşdur. Burada da var hələ. Arıqlı, yekəli. Uy. Üstün aç bari istidir. Hara qaçdı getdi. Az qalıb gözləri açıla. Biraz da yekəlin tay. Ananın da canı qutarsın sizin də. Baba. Mən də bədərdim də. Ay, ye mıtı, ye. Bunlardan ye. Ye, balalara süt ver, yazıqdılar, ye. İyiləyir. Desən nanəni sevmədi. Orada nanə var. Nanəni yemədi. İyilədi, yemədi. Sevmədin sən onları. Hara gedirsən? Mən də baba istəyirəm. Qoy çıxım bax da, gözlə mən çıxım. Qoy mən çıxar ana çölə. Biraz bunlardan yığaq. Verək anaş dovşana. Yesinlər. Kara lahananın yarpaqlarını yığaq, verək, yesinlər. Bunun içində də baxın, mor salkımlarım. Çox da qəşəng qalıblar. Bu lobyalar niyə belə aşağı gəlmişsiniz? Mıtı, arxaya gedin də. Gedin arxadan sarmaşın. Ay, pancardır bu, kara lahanadır mı? Ne deyirlər bilmiyorum artık. Böyle bir türlü böyümək bilmirlər. Bu hissəyə biraz güneş az düşür. Aslında bu sərin havanın bitkisidir də. Bu qış bitkisidir aslında. Normaldır. Bunun havası. Buradan da bir dənə bizim mışımız var. Krisamız. Eşir oradan yuva. İndi oraya mən dərman tökəcəm də ya. Sən elə hey eş. Elə hey eşsən. Hələ özüm eləmirəm heç bir şey. Dərman tökəcəm. Gedəcəksən işimin də alacaq. Başım papaq var, heç canı görmürəm. Aç bir dənə bunu verim ona. Belə tut. Aha. Neyse. Kerem'i sevdi, o birisleri sevmez. Ay. Evet seç. Gel çık. Bizim dovşanlarımız, tavşanlarımız. Buranı da bağlayaq. Düz açıqda qalsa olar, çünki yuxarı bağladım. Yine de bağlayıram. Buranı da biraz böyle kaldıracağım. Buralarda da hələ işler bitmir. Dovşan nerede bu olmuşsa?
Böyle yemek. Hələ özüm qoymuram ana qurban gəl. Çizgi yumurta var orada. Yumurtamız gör var. Çok var bizde. Gətir yumurtamağa yəqin. Qara çörək. Hə, qoy əxsin. Bakayım kardeş. Bizim tavuklarımız. Ay, buraları görmüşəm. Hələ etmişəm üzünü. Hə. Belə işlər. Buraları biraz belə çəkək. Gəl ana qurban çıx. Bizim dünən tezdəndən işləyirəm, hələ işim bitməyib. Yəni ən çox mənim işimi, vaxtımı alan nədir? Gülləri nəyi hara yerləşdirmək. Nəyi hara qoyum, nəyi hara yerləşdirim. Həyat o qədər balacadır ki, heç nəyi yerləşdirmək mümkün deyil. Bəlkə də bir 4 saat, 5 saat bunu, bunu indi gördüm. Buna bax, yaxşı ki düşməyib yerə. Qapısına qoymuş. Qaldırma, qapı sınıqda. Hə. 3-4 saat mənim elə vaxtım ancaq gülləri nəyi hara, necə yerləşdirməyə gedib vaxtım. Bu gülü gətirdim, bura qoydum. Bu yuxarıdaydı. Qırmızını qoydum yuxarıya. Bir də bu güldənim burada da əkmişəm. Elə bildim tamamilə yoxdur, bir yerdə var. Gördünüz, bunun rəngi nə gözəldir. Burada əkmişəm. Baxın, bu gülümdəndir. Bənövşəyi rəngli olan gülümdən. Orada əkdiyim üçün sevindim. Burada papatyanı biraz biçdim ki, burada mənim qızıl gülüm var. Bunlar da bir inkişaf eləsin. Yazıqlar, çox gözəl qızıl güldülər, qalıblar kölgədə. Kölgədə olan heç nə bitmir də, yəni inkişafı dayanır. Başımda papaq var, bilmirəm hara. Buraları babil açdım, bilmirəm kameradan görünür ya yox. Çox basa-basa idi. Limonda biraz açıldı, diblərin hamısını çapaladım. Bu hissəni çapalamamışım, Rəvuş. Mən çapamı gətirərsin. Gör, hara qoydum, onu git gətir mənə. Hə, diblərim falan çapaladım. Orada nainə zat vardı, oranı söktüm. Biraz dibləri açılsın. Bax, buranı indi gördüm ki, mən buranı çapalamamışam. Ayaq qoyursan deyə bura o qədər belə bərk olur ki, buralar ayaq qoyulan yerlər. Suda verəndə, yəni bu arıqlarla, rahatlıqla vermək olacaq. Bibərlər falan da var. Düzdür, biber, pomidor biraz qalxanda limona yenə kölgə düşəcək. Amma yenə də bir də baxın, bu mənim qırmızı kahımdır. Bu toxumluq saxlamışam bunu. Keçən ildən payızlıq əkdiyimdir də, yəni artıq ömrünü tamamlayıb və çiçəkləyir. Bunun yanında biri də vardı, eyni bunun boyda. 2 dənə idilər, ikisini toxumluq saxlamışdım. O dibdən çürüdü. Yəni dibi, içi, gövdəsi qurtlanmışdı. Yəni birinci səfər elə şey görürdüm. Orası başımda. Bilmirəm, niyə o elə qurtlanmışdı. Buradakı güllərimi də çəkim. O qıraqdakı begonvildir, qabdakı, ən qıraqdakı yekə olan. Axır ki bitdi begonvilim. Bir dənə begonvilim qalıb. İkisini almışdım, biri qaldı. Axır ki bitdi də yəni. Aşkım, iplər harda qaldı? İpi atmışdım heç öyle, orada qaldı. Hənini götürürüm sonra. Sadəcə badımcan aşır. Onu düzəldim. Bir dənə sən bunu belə çək. Mən gedim o badımcanı. Qırağa dur, bir dənə keçim. O badımcanı düzəldim. Düz arxamdan çəkmə də. Biraz kənardan çək. Bir dənə begonvilim qalıb dostlar. 2 cür begonvil almışdım. Biri çəhrayı, biri də narıncı, qırmızı. Biri çəhrayı, biri qırmızı idi. 2 begonvilim var idi. Ona görə biri qaldı. Biri öldü, biri qaldı. Bu da əslində vermən aşkım.
Bu da əslində öləcək deyə qorxurdum, amma şükür ki ölmədi, yenidən bitdi. Burada bir xiyarlarımı göstərim. Toxumdan xiyar çox əkmişdim. Baxın, bu da toxumdan çıxıb. Bu qıraqda da var 2-3 dənə toxumdan və çox çıxmışdı, amma yaxşı baxa bilmədim. Bu necə qəribə uğur böcəyidir. Bunun rənginə baxın. Uğur böcəyinə oxşuyur, amma yəqin ki düşdü buralara, ana buradan. Balaca bir şeydir. Kamerada göstərərəm sənə. Hə, bir də baxın reyhanlar, toxumdan əkdiklərim. Hər yerdən çıxırlar balaca. Bunları almışdım, düzdür. İndidən başları, hələ bir reyhan yeməmişik, başları toxumluyur. Toxumdan çox çıxıb buralarda. Özümdə biraz vardı, səpdim ki çıxsın. İndiyə kimi toxumlu reyhan çıxmırdı. Axır ki çıxmağa başladı. Burada lap çox çıxıb. Baxın burada. Başı. Sonra onlar hamısı toxumdan çıxıb. Buradan da çıxıb, oralardan da çıxıb. Belə görək büyüsünlər. Başımı da hər dəfə papaq taxanda vururam bu güllərə. Başım xarab oldu day. Badımcanları da açdım. Ay, yoruldum. Dünən tezdəndən həyətdəyəm. İşim bitmir. Anne burada çaptı. Narin çıkarı öldürür. Ha aşkım. Ha. Oradakı ağ ceyran göz gülümü aşağı düşürtməliyəm. Bugün yox. Bugün çox işim var da bitəcək işim. Bir dovşan nədir? Yani çox yorulmuşam həqiqətən. Pişik gülümü bu gülümü saldı yerə. Pişiklər baxın. Başımın bəlası pişiklər. Atayını zəhərli olar çalar. Baxın buradan belə sındı gülüm. Görün nə gözəl. Bu gülü mən bir restoranın qabağından balaca bir qanat qırmışdım. O qədər satdıq yemiş. İndi hər yer bundandır. Amma çox gözəl idi. Böyük bir qabda ilə gözəl idi. Əkəcəm bunu, qabını dəyişməliyəm. Onun asıl qanı da bura elədim. Sən demə bu qabım da elə böyrü qopuğuymuş. Heç cürə asıl qan alınası deyil. Amma qəşəng asılmalı güldü də güldə. Nəysə. Belə buralarda iş gördüm. Diblərini açdım. Belə dur ömrüm. Bunların diblərini açdım. Bu gülüm açır axır ki. Bunun rəngi başqadır. Bu keçən il açmışdı. Qəşəng qırmızı olmalıydı. Baxın biraz belə nar çiçəyi rəngi kimi rəngi də var. Bunu da özüm kökləndirmişdim. Bu gül necə köklənmişdi? Burada gələn bastırmışdım. Gələn dəyirdi, gedən dəyirdi. Laxlaya. Dibi boşala bu bitdi. Dedim bitməyəcək. Valla bu gül bitdi halaldı. Axır çıxartdım bir normal əkdim bunu bitəndən sonra. Gözəl də rəngi var. Açsın görək. Oradan da bayaq işləyəni bir tumurcuğunu da mən qırdım. Bu da qırmızı gül. Mama vermişdi. Bu da açılacaq. Əkəndən baxın təzə pöhrələr çıxmağa başlayır. Diblərini çapaladım. O arkadaşlar toxum güllərdir. Qızıl gülü birazcık baxım elədim. Tənəyə biraz baxım elədim. Diblərini biraz çapaladım, düzəltdim. Gülləri falan rahladım. Bu gülümdə hələ inkişaf yoxdur. Ən sevdiyim güldür. Bu gülüm bitsə yaxşı olardı. Yəni hələlik belə. Sonra bu gülü biraz bağladım, bunu bağladım. Oradakı ağ gülümü payızda çıxardıb ortaya əkəcəm. Bunları biraz budayacağım. Yəni belə işlərim falan görürəm. Bu çapalama dib təmizləmə 5 dəqiqəlik, 1 saatlıq, yarım saatlıq işdir. Məni ən çox nə şeylədir? Bax belə gülləri yerləşdirmək. Nəyi hara yerləşdirim, nəyi necə yerləşdirim? Onu ora, bunu gətirdim, bura qoydum. Bunları belə, bu hissələrdə belə gətirib gülləri yığdım. Yəni məqsədim bu tərəfə keç. Məqsədim nədir? Bu dibi açmaq. Bu diblər açılsın. Gələcəkdə heç bu aşağıda da göyərti eləməyəcəm. Hələ ki eləmişəm. Bilmirəm. Biraz fikrim şeydi. Burada papatya var idi. Böyük papatyanı arxaya qoydum. Ora qoymuşam. Bura nə əkmişəm içinə? Bunun içinə əslində belə iri qaba istəmirdim, amma bilmirəm da əkdim.
Bilmirəm niyə əkdim sözümdə. Balaca qablar əkəcəydim aslında. Qarışıq ceyran gözlər, qarışıq güllər, bir dənə pomidor belə əkmişəm onun içinə. Aslında bu iri qabı yuxarı qoyacaqdım. Nəsə bura elədim. Dursun burada. Kraskalı bir əhliyərəm. Topa belə qarışıq həm ceyran göz var, həm düz köməşlər var içində. Rəhbərəng, qırmızı ceyran göz var. Sonra bu rəngdə ceyran göz var. Sonra o rəngdə ceyran göz var. 4 rəng ceyran göz olmalıdır. 4 ya da 3. Yox, 4 rəng içində ceyran göz var. Orada ağı da gətsəm onlar 5 rəng. 5 rəng ceyran göz olar. Belə hələ bu da burada qaldı. Planlar, işlər davam edir də işte. Bir dənə buraları yığışdırım. Görək necə olacaq. Kaktüsləri də hələ yer tapa bilmədim. Qaldırar orada. Gözəl kaktüslərim. Belə də qəşəng görünür amma. Stolun üstündə. Bunlar da əkiləsi ceyran gözlərdir. Bunları balaca qab əkəcəm. Asma qabda satmaları 1 manatlıq alırmışam. Baxın onlar 1 manatlıq asmalarda tapıram ki, onların içine əkim. Elə aşkım qırılar. Ay, belə mən işlərimə davam edim. İnanın ki, həyətin işi bitmir. Bitmir. Balaca həyətdə heç bitmir. Bilmirəm balaca olduğu üçün mü bitmir. Heç bir şey yerləşdirə bilmirəm. Ona görə mi bitmir? Nədirsə bitmir. Burada da mən belə sırayla kaktüslər əkmişdim. Bilmirəm bu sıraya əkməklə düz eləmişdim ya yox. Yəni durubla hələ ki. Hələ ki dəymirəm. Sırayla baxın belə kaktüslər. Üstləri açılmırdı ki, inkişaf eləsinlər. İndi açmışam üstləri, inkişaf edərlər. Kaktüs də çox sırtlıq şeydir həqiqətən. Hara baxırsan kaktüsdür. Bunu da ataq bura əkərik. Bunu da çıxartdım əkməyə. Yer tapa bilsəm yaxşı olar. Payız papatyaların adı var da işte adı yadımdan çıxıb. Payızda açdığı üçün payız papatyası deyirəm. O qabdakı da susuzdur. Onlar da sulayım. Əsas bu gülüm açıldı. Çox gözəl qırmızı gül olmalıdır bu. Ya da o. Amma məncə budur. Görək də açılsın buralarda. Hə, biraz bunlar da bura düzdüm. Ay belə işlərimə davam edim. Buna izmədik görən. Bunu da əkəm yuxarıda qabın içində. Bu günlük